Müdafiə Nazirliyi gizlədir. Tovuz rayonunda əskərimiz dünyasını dəyişdi. Səbəbini deyəcəm. Tovuz rayonunda 812 saylı hərbi hissənin ikinci taboru Ağdam kəndində olan taborunda əskərimiz Qubadılı qaçqını olan Sumqayıtdan hərbi xidmətə çağırılan əskər Quliyev Şirxan qızdırmadan dünyasını dəyişdi. Mən söhbət elədim hərbi hissədə bəzi adamlarla. Deməli, çox böyük gərginlik var. Orada bir qəhbənin balası olub korpus komandiri. Əvvəllər də Oğraşın balası mənim mən gələndə o getdi, o kombat olanda gördüm onu Qusar rayonunda, Abdullayev Oruc. Abdullayev Oruc kimi qəhbənin balası yox imiş. Oğraşın oğluymuş o. Qəhbənin doğduğuymuş o Abdullayev Oruc. Oğraş göt oğlu götüymüş o. Qəhbə doğubmuş o, qəhbə südü əmibmiş o. Yerazdır, yerazlara üz qarasıdır o. Deməli bu qəhbənin balası bütün həkimlərə divan tuturmuş, həkimləri sıxışdırırmış, komandirlərə birbaşa yüngül xəstə olan əskərləri göndərməyin, xəstəxanaya göndərməyin. Həkim deyir, bu əskər xidmət eləməlidir. Daha doğrusu xidmətdən yayınmalıdır, asabajliyinə verilməlidir. Bu adam ölür, bu əskər ölür, bunun apendisti mi sancır, təhlükə ola bilər, bunun qızdırması mı pisdir, bunun nə bilim, ağciyərinə su yığılıb bu, hər nəysə. Oruc Abdullayev həkimlərə divan tuturmuş, həkimlərin səlahiyyətini əlindən alıbmış, komandirlərə belə əskərinizi qospitalda yatızdırmayın, həkimlərə baskı eləyin deyibmiş. Belə bir sistem qurubmuş Şəmkir korpusunda. Nə yaxşı ki, Abdullayev Oruc qəhbənin oğlu, dədəsi Petuğun oğlu. Nə yaxşı ki, 5-6 ay bundan qabaq rədd olub sərəncama götürülübdür. İndi gətirib onda nazir mavini, o qəhbə doğduğunu nazir mavini eləməsələr yaxşıdır. O Abdullayev Oruc anasının ağzına verdiyimi. Bütün Şəmkir korpusunda olan həkimlər hamısı qaçmaq istəyir. Həkimlərin içində biz fərari, tarix boyu həkimlərin içində fərari görməmişdik biz. İndi elə bir hərbi hissə yoxdur ki, həkimlərin içində fərari olmasın. Hərbi hissələrdə həkim tapılmır. Batalyonlarda həkim tapılmır. Ay sənin müdafiə naziri ağzının arasına 8 arvadın var, göt oğlu göt, vağzal süpürgəsi boyda bığ saxlayan köpək oğlu, itdən əmələ gələn köpək oğlu. Anası arvadı erməni olan müdafiə naziri Zakir Həsənov. Sən nəyə güdürsən orada göt oğlu göt? Ancaq nazirlikdə ki, işləyən maxi qızların mamışını imsiləməkdən, yalamaqdan başqa bir şey bilmirsən. Mamışını o qədər yalayıbsan ki, bığların o qədər soxursan ki, mamışa tüh elə bir şeydir ki, su, maye dəydikcə tez uzanan şeydir. Ona görə vağzal süpürgəsi boyda bığ saxlayırsan sən. Köpək oğlu itdən əmələ gələn. Arvadlarının hamısını ağzına verim sənin. 8 dənə arvadı var göt oğlu götün. Birinci arvadı ermənidir. Arvadların hamısı ən aşağısı 5-10 milyonluq villalarda oturur. Qəhbə südəmənlər. İndi baxarsınız, Abdullayev Orucu gətirib qoyacaqlar arasa nazir mavini. Mən də gecə günüz Müdafiə Nazirinin baş qərargah rəisinin anasının ağzına verəcəm. Köpək uşağı, itdən əmələ gələn sürtdüklər. 812 saylı hərbi hissədə də vəziyyət acınacaqlıdır. Baxmayaraq ki, oranın komandiri, neydi onun adı? Neydi onun adı oran? Mustafa Evramin, polkovnik leytenant Mustafa Evramin, vətənsevər, şərəfli bir insan olsa da, baxın ha, mənlə oxuyub. Bir yerdə çörək kəsmişik. Azərbaycan, o çox şərəfli vətənsevər bir adam olsa da,
Tərtər hadisəsində o qədər işgəncə veriblər ona, o adam travmalıdır. O adam briqadan idarə eləyə bilmir. Mənim yeri gələndə ona bir-birimizə qardaş demişik. Sonunca o qaçmışdı Rusiyaya, sığınmışdı Rusiyaya, orada fəhləlik eləyirdi qardaşının yanında. Oradan mənlə danışdı. Düz elə salam sağol elədi. Bir ortaq adam var idi, qoşdu. Yəni mən o adamdan pislik görməmişəm, o adamın böyüməsini istəyirəm ki, balacalaşmasını istəmirəm. Amma Mustafa Evramin artıq əvvəllər ümumqoşun zabiti idi, artıq o adam ümumqoşun zabiti ola bilməz ondan. O adam travmalıdır. O adama Tərtərdə işgəncə veriblər, Tərtər hadisələrində sonra bəraət alıb gəlib ora. Mustafa Evramin dərhal Nistroyevoy vəzifəyə keçməlidir. Nistroyevoy vəzifəyə. Qoyulmalıdır, bir korpusun, nə bilim, qoyun MTOS-u, qoyun korpusun, nə bilim, qərargah rəisi, axırıcı o tərəf eləyin. Naziriyyə gətirin. Hərbi məktəblərə də yaramır o. Dəyərli mədələrim, dəyərli soydaşlarım, Mustafa Evramin çox boşluqları var. O da həkimləri sıxır. Həkimləri bildiyiniz kimi paket sistemindən ayrıblar. Orduda komandir rota, kombat, komandir rota, kombat, brigada komandiri və yuxarı sastav, ali sastav pakete otuzdurulubdur. Hətta komandir rota paket alır, kombatın mavinləri paket almır. Kamanını liniyaya verirlər ki, silahı çevirməsinlər lazım olanda arxaya. Lazım olanda savaşa soğa bilsinlər. Bunları qırdıra bilsinlər ordunu. Mən ordudan əslində çıxış eləməməliydim. Qəfil əskərimiz bir neçə saat bundan qabaq dünyasını dəyişib. Bu günləri dünyasını dəyişib əskərimiz qızdırmadan. Gör hansı vaxtı, hansı ilin, günün, hansı fəslidir ki, Tovuz rayonu kimi bir yerdə qızdırmadan əskər dünyasını dəyişir. Həkimlərin hamısı fərari, həkimlər hamısı atıb gedirlər, cinayət işindən gedirlər, xidmətdən boyun qaçırlar, həkimlərin arvadını, anasını dombadıb qayırlar, həkimlərə işləməyə imkan vermirlər. Bir də 812 saylı hərbi hissədə bir hadisə baş versə, o Mustafa Evramini bir Mustafa Evramin eləyəcəm ki, 15-i də böğründən çıxacaq o gədənin. Mən başa düşə bilmirəm. Bunun hamısını eləyən o korpus komandiri var da 5 ay bundan qabaq gedib o anasının ağzına verdiyim Abdullayev oruç. Qardaşı, nə qarsınlar? Zülfüqar Abdullayev var idi. Onun qardaşı Zülfüqar Abdullayev. Brigada, tank brigadasını düzübdü, zabitləri düzübdü. Bütün brigada düzülüb brigada qabanda. Plasta, meydanda. Bir maxı ilə mübahisə eləyib də, yəni komandir deyib belədir. O da deyib, komandir, mənim arvadıma söyməyin, anama söyməyin. Sözünüzü deyin, günahım varsa həbsə göndərin, anama, arvadıma söyməyin. Bu da deyib ki, bir arvadı yox imiş, biləm, var imiş, hər nəysə də anasına söyüb biləm ki onu. Deyib, yaxşı eləyirəm ananı, sənin ananı belli bu dəqiqə səni boksdan asaram. Deyib, asa bilməzsiniz, qanun var, qayda var, ölkənin rəhbəri var. Birisi də o tankistlər də düzüləndə bilirlər. O tank bokslar açılır, boksların qabağında düzülürlər həmişə. Kəndiri qoyub, brigadanın qabağında, taburetkanı qoyub, durbadan kəndiri sallayıb, sallatırıb. Özü Polad Ələmdar kimi taburetkaya təpik vorubdur. Brigadanın qabağında asıb öldürüb. Brigadanın qabağında. Və prokuratura gəlib bunu apardı. Apardı. Həmən o patpolkovniki apardı. Tank brigadasının komandirini. Abdullayev Zülfüqar, bu Oruc Abdullayevin qardaşını apardı. İnanın Allaha deyirəm. 15 gün türmədə yatmadı ha. Sırazı Rövşən Əkbarov, Heydər Piriyev, Nəcməddinlər xahiş elədilər. Nəcməddin də İlham Əliyevin ayağına belə təpikdən vurdu. Ayağına təpikdən vurdu. İlham Əliyev yiyib içəndə də
bəri gəl. Oturublar elə, bir dənə ayağını belə dizinlə vurdu ki, ayrıca işim var. Dedi, decinlə problem yoxdur. Dedi ki, bəs belə də bizim bir yaxın adam, nömrəvi zabit, Rusun nömrəvi zabitlərindən biri. O, bir hərbiçini asıbdı göydən, onu bağışlamaq lazımdır. İlham Əliyev də dedi, bağışlayın. Və onu bağışladılar, bir pillə yuxarı vəzifəyə qaldırdılar. Sonra da bilmirəm, təzə korpusa komandir qoydular, yoxsa mavin qoydular Qarabağ tərəfdə. Ya o 6-cı korpusa. O münasibə mavin qoydular, yoxsa nə qardılar, bilmirəm. Ağrı ki, böyüyə getdi. Prezident mənim, sənin qulluqçundur. Prezident haranın tülküsüdür. Sənin mənim qulluqçumdur, prezident. Prezident Paşinyan kim olar? Prezident Zelenski kim olar? Prezident Tokayev kim olar? Prezidentin şərəfi namusu olar. Diktator da deyil bu. Diktator kim olar? Azərbaycanda 100 dənə prezident var, 1000 dənə. Hər rayonda 100 dənə prezident var. Deyirsən prezidentə şikayət edəcəm, deyə prezidentin arvadını belliyim. Sənin də get buradan. Dəyərli həmvətənlərim, təzə korpus komandiri qoyublar. Gedənin yerinə yaxşısı gəlmir ki. Təzə korpus komandirinin familiyası nə olsa yaxşıdır. Çompuzov. Bay sənin ad qoyan, familiya qoyan, ölümün goruna soxum sənin. Belə familiya ad olar. Soyuna, sortuna soxum, ged ad familiyanı dəyiş də. Bu nə də? Çompuzov. Çompuzov Bilal. Bu nə millətidir? Haranın millətidir? Tutub gətiriblər, qoyublar bunu general korpus komandiri. Çompuzov. Dəyərli həmvətənlərim, əskərimiz Quliyev Şirxan qızdırmadan dünyasını dəyişdi Tovuzda 2-ci batalyonda. Həkim yoxdur briqadalarda, həkimləri didərgin salıblar. Hansı anasının ağzına verdiyim, hansı oğraş götün balası, 500 manada gəlib həkim işləyər Müdafiə Nazirində. Mən deyin görmə, nəslinə soxduğum Müdafiə Naziri. Həkim institut qutarıb. İndi istər mülki, istər hərbi. Tibb üzrə institut qutarıb bu adam. Bu adam dəlidirmi? Azərbaycan ordusunun bütün həkimləri qaçıb Almaniyaya, Türkiyəyə, başqa ölkələrə qaçıb. Təsəvvür edin ki, 500 həkim 8 il götünü verə oxuyub orada ki, 500 manat alacaq gəlib tibb məntəqəsində. Hamısı da kasıb balalar əskərlərdir. Komandir elə yolur ki, həkimə də bir tük qalmır yolmağa.